İlk dəfə ayaqlarım tutulmuşdu. İlk dəfə başım gicəlləndi. Belə özüm polis olmaq istəyirəm. Kim bilmir, Rəvanda hal-hazırda leykoz xəstəliyi var. Ağır bir xəstəliklə mübarizə aparır. Futbol oynada əynimizi dəyişməyə gedəndə gördüm ki, özümü pis hiss edirəm. Səhərsi gün analiz verməyə getdik. Gördük ki, bu xəstəlik var. Hər şey yəni ki düzəlir. Həyatda belə bir şey yoxdur ki, düzəlməsin. Avropaya getmək istəyirəm. Dostlarım çoxdur. Çox yox. 1-2 dənə var. Əməliyyat olmalıyam, sümük eliyi keçirilməlidir. Bunun müalicəsi bahadır. Türkiyədə eləyirlər, qiyməti də $100.000-dır. Sinəmə port qoyuldu. Dostlarım üçün darıxmışam. Belə kompüterim yoxdur, ancaq planşetdən, telefondan. Mən də istəyirəm ki, yəni əvvəlki həyatıma qayıdım. Məktəbə gedim, idmana gedim. Taekwondo ilə Qarakəmənə zəng gəldim, sonra xəstələndim. Ximioterapiyalar, arada halsızlıqlarım olur. Bədənim ağrıyır, ürək bulanmalar, o da ximiyalardan asılıdır. Rəvan özü kasıb ailədə yaşayır. Belə bir pullara qazanmaq və yaxud da hardansa tapmaq demək olar ki, mümkün deyil. Hər şey sizin əlinizdədir. Sizdən dəstək gözləyirəm. Sizin dəstəyinizə ehtiyacımız var. Rəvan özü çox mərhəmətli, ağıllı, savadlı bir uşaqdır. Rəvan özü 2025-ci ildə xəstələnib. İndi bizim özümüzə kömək lazımdır. Yenə deyirəm, az bir məbləğiniz Rəvan üçün son böyük bir ümid ola bilər. Böyük şansı ola bilər. Bizə dəstək olun, bizə kömək olun. Bizi bu yolda tək qoymayın. Hər şey sizin əlinizdədir. Kimin nəyə imkan çatır? Kim məsəl üçün 1 manat göndərə bilər, 2 manat, 3 manat, yəni ki, bütün damı yığılır və birləşərək biz Rəvana kömək eləyə bilərik. Çox sağ olun ki, bu videoya baxmısınız. Sağ olun.